Deməli, Dəbil Əmirliyi Şəddadilər dövləti haqqında danışaq. Şəddadilər dövləti əvvəlcə Dəbil Əmirliyi formasında olmuş. Dəbil Əmirliyi 951-ci ildə Məhəmməd bin Şəddad tərəfindən yaranmışdır. 971-ci ildə 50 ləşkəri və yaxud 1-ci ləşkəri Şəddadilər dövlətini yaratdı, paytaxt Gəncə şəhəri oldu. Bərdə və Şəmkiri dövlətə tabe etmişdir. 985-1030-cu illərdə qüdrətli hökmdarlardan biri Fəzl bin Məhəmməd hökmdar oldu. Fəzl bin Məhəmməd deməli, Dəbili Beyləqan dövlətə birləşdirdi, xırda feodal hakimlərini məğlub etdi, öz adına pul kəsdirmişdir. Onun dövründə 1027-ci ildə Xudafərin körpüsü inşa edilmişdir. Həm hərbi, həm də ticarət məqsədi ilə Araz çayı üzərində inşa edilmişdir. Gürcü Xəzərlərə qarşı mübarizə aparmışdır. Sonraki dövrlərdə hökmdar oldu Musa ibn Fəzl. Musa ibn Fəzl Beyləqanda üsyançıları məğlub etmək üçün rusları köməyə çağırmışdır. 11-ci əsrin 30-cu illərində Rəvvadilər dövlətində olduğu kimi Şəddadilər dövlətinin dövründə də Oğuz türkləri Azərbaycana köç edib Bizans erməni gürcülərə qarşı mübarizə aparmışdılar. Oldu hökmdar 2-ci ləşkəri. 2-ci ləşkəri Qətran Təbrizi qəsbəsində Arran şah adlandırmış. 2-ci ləşkəri 1037-1038-ci illərdə Dəbil və Tiflisi tutmaq istəyən Bizans erməni gürcü qoşunlarını dəfələrlə məğlubiyyətə uğratmışdır. 1048-ci ildə hətta Səlcuqlarla birləşərək Bizans erməni gürcülərə qarşı mübarizə aparmışdır. Gəlir Əbləsvar Şavur. Əbləsvar Şavur Şirvanşahlarla və gürcülərlə mübarizə aparmış. Tiflisi tutmaq istəyən gürcülər alanlarla ittifaq bağlayıb Şəddadilər üzərinə hücum etsə də, deməli Əbləsvar Şavur 1063-cü ildə xəndək qazdırıb, 1063-cü ildə Gəncə qapılarını inşa etdirmişdir, hücumun qarşısını alma məqsədi ilə. Son hökmdar 3-cü Fəzlin olmuşdur. 1088-ci ildə Şəddadilər dövləti Səlcuqlar tərəfindən süqut etmişdir. Möhkəmləndirək. Dəbil Əmirliyinə vaxt yaranda 951. Kim yaratdı? Məhəmməd bin Şəddad. Şəddadilər dövlətinə vaxt yaranda 971. Kim yaratdı? Deməli, 1-ci ləşkəri və yaxud da 50 ləşkəri. Paytaxt Gəncə şəhəri olmuşdur. Ən qüdrətli hökmdar Fəzl bin Məhəmməd. Fəzl bin Məhəmməd kimlərə qarşı mübarizə apardı? Gürcülərə və Xəzərlərə qarşı. Xudafərin körpüsü nə vaxt inşa edilmişdir? 1027. Nə məqsədlə? Ticarət və hərbi məqsədlə inşa edilmişdir. Beyləqan üsyanını yatırmaq üçün Musa ibn Fəzl kimləri köməyə çağırmışdır? Rusları. Arran şah kimə deyirdilər? 2-ci ləşkəriyə. 2-ci ləşkər 1037-1038-də kimlərə qarşı mübarizə apardı? Bizans erməni gürcülərə qarşı mübarizə aparmışdır. Fəzl bin Məhəmmədin dövründə Şəddadilərin qohumluq əlaqəsi olduğu dövlət Şirvanşahlar, dostluq əlaqəsi olduğu dövlət Rəvvadilər və Tiflis Əmirliyi olmuşdur. Gürcülər və Alanlar nə vaxt yürüş etdi? 1062-ci ildə. Bunun qarşısını almaq üçün Əbləsvar Şavur nə etmişdir? 1062-ci ildə xəndək qazdırır, 1063-cü ildə Gəncə qapılarını inşa etdirmişdir. Dəmirçisi kim olmuşdur? İbrahim Osmanoğlu. Dövlət nə vaxt süqut etdi? 1088. Hansı dövlət tərəfindən? Səlcuqlar tərəfindən. Son hökmdar kim olmuşdur? 3-cü Fəzl. Şəddadilər dövləti bundan ibarət idi. Sağ olun.